ATV telekanalında yayımlanan və ictimai sosial mövzuların müzakirə edildiyi Bizimlə Sən verilişinin son buraxılışı gərgin atmosferi ilə yadda qalıb. Milli Az xəbər verir ki, proqramın efirində ekspertlər arasında ciddi mübahisə və söz dueli baş verib. Əsas qarşıdurma verilişin daimi eksperti, tanınmış opera ifaçısı Talih Yahyayev, bloger Sevinç və proqramda iştirak edən qadın vəkil arasında yaşanıb. Canlı yayım zamanı tərəflər bir-birlərini sözlərini kəsməkdə, etik qaydalara əməl etməməkdə və müzakirəni məqsədyönlü şəkildə pozmaqda ittiham ediblər. Sözlərin tonu yüksəldikcə studiyada mühit gərginləşib və mübahisə konstruktiv müzakirələrdən çıxaraq şəxsi münasibətlərə keçib. Situasiyanın nəzarətdən çıxdığını görən aparıcı Zaur Bəxşəliyev dərhal müdaxilə edərək efirin gedişatını bərpa etməyə çalışıb. O, ekspertlərin mikrofonlarının səsini bağlatdıraraq mübahisəyə texniki yolla son qoyub və verilişin məzmununun pozulmaması üçün tədbir görüb. Sözü gedən anlar qısa zamanda sosial şəbəkələrdə də geniş müzakirələrə səbəb olub. Tamaşaçılar arasında bəziləri müzakirələrin bu cür emosional hal almasını normal hesab etsələr də, digərləri efirdəki peşəkarlıq səviyyəsinin aşağı düşdüyünü vurğulayıblar. Qeyd edək ki, Bizimlə Sən verilişi real həyat hadisələri və sosial problemləri müzakirə edən populyar proqramlardan biridir və tamaşaçılar arasında geniş izləyici auditoriyasına sahibdir. Bu cür gərginliklər proqramın reytinqlərinə təsir etsə də, eyni zamanda verilişin gündəmdə qalmasına səbəb olur.